Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində 7 gün xəbər qəzetinin rəhbəri Cavid Şirəliyevin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Elvin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahid və təqsirləndirilən şəxs dindirilib. Şahid qismində dindirilən Vidadi Babaşov ifadəsində ümumiyyətlə hadisəni görmədiyini, bu barədə sonra da Ağagün Nəsirovun özündən eşitdiyini bildirib, sonra Cavid Şirəliyev ifadə verib. O, özünü irəli sürülmüş ittiham üzrə təqsirli bilmədiyini, rəhbəri olduğu 7 gün xəbər qəzetinin fəaliyyətinə görə həbs olunduğunu, ibtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən döyüldüyünü və müxtəlif işgəncələrə məruz qaldığını bildirib. Cavid Şirəliyev ona qarşı irəli sürülmüş ittihamın məhkəmədə sübuta yetirilmədiyini deyərək barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Cavid Şirəliyevin ifadəsinin tam mətnini tezliklə təqdim edəcəyik. Növbəti məhkəmə prosesi 25 iyun 2025-ci il tarixinə təyin edilib. Qeyd edək ki, Cavid Şirəliyev dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Ağagün Nəsirovdan pul alma ittihamı ilə həbs olunub. Yedi gün xəbərin YouTube kanalına abunə olun. Bundan başqa, həqiqətlərdən daha çox insanın vaxtında xəbər tutması üçün videoları bəyənin və paylaşın.